Biz bugün İranda demokrasi məsələsini, yəni ki, ən ümdə məsələdir yəni İranda. İranda 5 məsələ var. Onların biri demokrasidir. Amma qadın məsələsidir, işçilər və ədalət ictimai məsələsidir, çevrə məsələsidir, milliyyətlərin məsələsidir, ya millətlərin, etno millətlərin məsələsidir. Amma bir dənə də demokrasi məsələsi, yəni 5-ci məsələ. Amma bu demokrasi məsələsi bunların hamısından yüksəkdə, üstdə duran ən önəmli məsələdir İranda. Yəni keçən yüzildə istibdadın qarşısında durmaq və demokratik hakimiyyət qurmaq. Yəni o demokratik hakimiyyət qurulmasa qadın məsələsi, ya etnik məsələ və ya çevrə məsələsi və ya iş, ədalət, ictimai məsələsi də çoxlu gərginliklə qarşı-qarşıya duracaqdır. Ona görə demokrasi qurulursa amma orada yavaş-yavaş o adını çəkdiyimiz 4 sahədə gəlişmə və irəliləmə mümkün olur. Amma olmasa istibdadi olursa nədir? Ona görə demokrasi məsələsi İranda bugün ümdə və ən böyük məsələdir. Şimdi burada biraz dayanmaq lazımdır. Amma bura diqqət yetirəndə buna yalnız bir dənə bir məsələyə işarət etmək istirdim. O da budur ki, İranda bugün yəni bu mənzəri demokrasini izah etməkdə bu 4 məsələnin adını çəkdiyim məsələlərin də həlli və ya çözümü və ya irəliləmə və ya inkişafı haqqında danışmada baxdığımızda İranda mövcud hərəkətlərə, siyasi hərəkətlər məqsudumdur, mərkəzdə. Bu mərkəzdəki hərəkətlərin ümumiyyətdə, məsələn, qadın məsələsi haqqında formalisti də olmuş olsa bərabərliklə dildə danışırlar. Ədalət ictimaiyyətdən hamı danışır. Əlbəttə ki, bilir bu dildə də amma müxalifət yoxdur. Nə qadın məsələsi ilə, nə ədalət ictimai və işçilərin məsələsinin həlli ilə, nə çevrə məsələsi ilə, çevrə məsələsində kəsin məsələsi yoxdur. Yalnız bir yerdə, yəni bu 4 məsələdən, yəni demokrasiyadan sonra 4 məsələlərin içində bir məsələ ilə mərkəz və çevrə arasında tətabüqət yoxdur. O da milliyyətlər ya millətlərin bərabər olması, ya etno millətlərin İranda bərabər yaşama haqqı məsələsində ciddi düşüncə ayrılığı var. O ciddi düşüncə ayrılığı da İranın tarixində bu daxili istimar siyasətindən qaynaqlanır. Yəni təbiiz, ayrı seçilik falan keçən yüzildə. İndi elə buna görə keçən 100 ildə də yəni İranda 2 dənə məsələ var. İstibdad, siyasi, istimar daxili. Yəni əgər gələcək İran projesi, yəni İranı demokratik projesində yəni bu 2 dənə soruna, yəni istibdadın sorununa, yəni demokrasi gəlsin və istimar daxili sorununa, yəni millətlərin bərabərliyi, ya etno millətlərin bərabərliyi. Bu 2 dənə siyasətə bir dənə proje içində cavab verilməsə, İranda gerçək demokrasi qeyri-mümkündür. Yəni demokrasinin bugün əsli düyünü, ya Farsça girehgah əslisi millətlərin, ya etno millətlərin haqqını rəsmiyyəti tanımaqdır. Hətta Fars ədəbiyyatında məsələ-i milli deyilir də bunlara. Yəni bu məsələ-i milli, yəni qeyri-fars millətlərin bərabərliyi gələn anayasada girehgah demokrasi İrandır. İranın demokrasisinin o əsli düyünüdür. Onu açmayınca İranda demokrasi qeyri-mümkündür. Dedik, fəqət bu sahədə ixtilaf var. Qadın məsələsi sahəsində, işçi məsələsi sahəsində, çevrə məsələsi sahəsində ixtilaf yoxdur. İxtilaf yalnız eşit və bərabər etnik haqları məsələsidir. O məsələ həll olmayınca ki, onu da istimar daxilini, siyasətini qaldırmaq İrandan, yəni İranda bu siyasəti qaldırmaqla o mümkün olacaq. İranın gələcək demokrasisini izah etmək, nəinki azadi, əhzab, hüquq-i şəhribəndi filan, bunlar öz yerində təbii olmaq lazımdır. Amma İranın demokrasisini girehgahlar, onlar deyirlər. Azadi təzyiq, azadi əqidə, azadi bəyan. Türkiyədə bunların hamısı var. Yəni azadi bəyan var, hələ də məhdudiyyətlərinə baxmayaraq aşağı yuxarı olur. Azadi təhəzzüb var, azadi bəyan, ya ruznan filan hələ məhdudiyyət var, amma etno milli bərabərlik yoxdur. Yəni kütlə ilə bərabər həqqı deyirlər. Yəni demokrasi bir daha fələc bir demokrasidir. Modern demokrasi deyil o. Yəni o istimar daxili Türkiyədə siyasəti qalıb demokrasi qurublar. O demokrasi fələc bir daha demokrasidir. O fələc demokrasini İranda biz istəmirik. Yəni, çünki təcrübəyə Türkiyə var. Alminin ağlıca olmuyor ki, bir demokrasi, azadi beyan, azadi əsas demokrasi. Bu İranda, yəni daxili istimar siyasəti olan ölkədə ki, geçən yüzildə bir milləti üstünə başqa milliyyətləri ya etno millətləri aşağı görübdür, o siyasət qaldırılmayınca demokrasi gəlməz. Ona görə İranın əsli girehgahı, əsli düyün demokrasi üçün milliyyətləri bərabər hüquq və o da federalizmdən keçir. Yəni federalizmsiz istimar daxili siyasəti İranda qaldırılmaz və demokrasi İranda qurulmaz. Bunu istədim fəqət çünki o girehgah əsliyə
bizim mübahisələrimizə diqqət eləməsək, açmasaq, bunu əridib cəmaətin boğazına rahat ol Holqum kimi bu fikirlər döyməsək, İranda demokrasidən danışma gələcəkdə bir xabı xiyal kimi bir şeydir. Bunu istedim burada izah edeyim. Sağ olun.